Gəncə şəhərində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra hesabat dövründə sənaye, təhsil və turizm sahələrində görülən işləri əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə yerli istehsal olan sənaye və qida məhsulları nümayiş olunub, Gəncə məktəblilərinin müxtəlif müsabiqə və olimpiyadalarda əldə etdikləri nailiyyətlər, eləcə də şəhərin turizm potensialını, tarixi mədəni irsini və yeni turizm marşrutlarını əks etdirən materiallar təqdim edilib. Yığıncaq ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, 2025-ci il ölkəmiz üçün uğurlu olub. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sosial-iqtisadi inkişaf təmin olunub, ictimai-siyasi sabitlik möhkəmlənib. Bildirilib ki, Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın ötən il Gəncəyə səfərləri şəhər ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev hesabat məruzəsi ilə çıxış edərək şəhərdə iqtisadi göstəricilərin artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini, yeni iş yerlərinin yaradıldığını bildirib. Tədbirdə aidiyyatı qurumların rəhbərləri və şəhid ailələrinin nümayəndələri çıxış edərək görülən işlər barədə məlumat veriblər. Vurğulanıb ki, Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan olunub. Şəhər 3-cü MDB oyunlarının açılış və bağlanış mərasimlərinə, həmçinin bir sıra idman yarışlarına uğurlu ev sahibliyi edib. Hesabat dövrü ərzində şəhərdə geniş miqyaslı abadlıq, quruculuq və yenidən qurma işləri aparılıb, bir sıra yollar, parklar, istirahət məkanları əsaslı şəkildə yenilənib, sosial təyinatlı obyektlərin infrastrukturu müasir tələblərə uyğunlaşdırılıb. Görülən işlər nəticəsində şəhərin ümumi görünüşü daha da gözəlləşib, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri olan müasir infrastruktur formalaşdırılıb, əhalinin rifah halının yüksəldilməsinə xidmət edən davamlı inkişaf mühiti yaradılıb. Yekunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək 2025-ci ildə ölkənin bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət səsləndirilib, 2026-cı il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib. Sonda şəhərin ictimai və sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələrlə təltif olunub.